Hər kəs salamlayıram dostlar. Bugün ən vacib mövzulardan biridir ki, sağlamlıq mövzusudur. İndi hər kəsin tanıdığı beynəlxalq yoga mütəxəssisi Sahib bəydir. Məndəki M20 İdman kanalının təsisçisi Murad bəy. Sahib bəy, hər kəsə maraqlı olan sual nədir ki, bugünkü zamanədə enerji. Bu insanlar bu enerji nədən ala bilər? İndi bir telefon da deyil ki, biz onu taxaq, biz zərətqə alaq. İndi telefonu qoyuruq, zərətqə yığır. Amma biz bunu necə alaq? Bu barədə zəhmət olmasa məlumat verərdiniz. Enerjiləri bədəndə artırmaq üçün bir çox amillərə diqqət etməliyik. Ən əsası qidalanma sizin mövzudur. Biz çalışmalıyıq düzgün qidalanaq. Bədənimiz hərəkətdə olmalıdır. Çünki bədən nə qədər hərəkətdədir, sanki o enerjini sən içəridə qaldırırsan. Bəli, gözəl. Bərpa edirsən. Gözəl mövzudur. Sonra faktorların biri odur ki, insan daxilində negativ yaşayanda, yəni paxıllıq, nifrət, xainlik hissləri, o sənin enerjini sürətlə aşağı salır. Çünki səni daxildən yorur, sənin bədənini yorur, zehnini yorur, çəkir aşağı. Biz əksinə sevinməliyik, başqalarının uğurlarına sevinməliyik. Onda bizim enerjilər artmağa başlayır. Sonra, misal üçün, dualar etməliyik. İnsan ümumiyyətcə öz tanrısına bağlı olmalıdır. Biz heç nədən qorxmamalıyıq. Əgər mən tanrıma 100% inanıramsa, mən nədən qorxa bilərəm? Çünki mənə ziyan vuran insan ola bilər. Amma əgər mən tanrıma bağlıyamsa, mən tam qorunuram. Yəni, insanlar çox vaxtı inşallah sözünü belə dildə çox istifadə edirlər, amma qəlblərində sanki o tanrıya bağlılıq biraz zəifdir. Daha çox dua etməliyik, öz tanrımızla danışmalıyıq ki, nə gözəl ki, sən mənə bu günləri bu gözəl bədəni vermirsən, qollarım var, əllərim var, mən işləyə bilərəm. Bu, insanın enerjilərini çox yüksək dərəcədə qaldırır. O sənin daxili gücün, ruhunu oyadırsan sanki. Yaxşı vurğuladınız. Siz dediniz ki, insan xain olur, lazımsız yerlərə mən belə başa düşdüm, enerjini sərf edir, amma özünə eləmir. Bəli, çünki biz fokuslanırıq və diqqətimiz, enerjimiz gedir ora. Bəli. Biz əslində özümüzə fokuslanmalıyıq. Biz baxmamalıyıq ki, başqası uğurludur və sən özünü o ilə müqayisə elədinsə, sən yorulacaqsan. Hər an elə bir öz strategiyası olmalıdır. Sən özünlə mübarizə aparmalısan. Çünki burada sənsən, meydanda sənin inkişafındır. Sən özün üzərində işləyirsən və ən gözəl versiyanı yaratmağa çalışırsan. Düzdür. Özünə görə, cəmiyyətə görə xeyirli olmaq lazımdır. Bəli. Enerjini sürətlə aşağı salan amillərdən biri odur ki, çox vaxtı, misal üçün, kompüter oyunları və yaxud o mənasız blogerların sən işlərinə baxırsan, neysə belə yıxılırlar, dururlar, şit zarafatlar. Sən ondan bir xeyir almırsan, qidalanmırsan. O yalnız səni belə ani olaraq şənləndirə bilər, bir təbəssüm gətirir. Amma eyni zamanda da sənin bütün enerjini alır. Əsas odur. Biz neysə maraqlı şeylər öyrənməliyik. Baxın, mən açıq deyim də, sizin kimin, mənim kimin, sağlamlıq haqqında danışan insanlar çox azdır. Parmaqla saymaq olar. Bəli. Amma yüzlərlə, minlərlə blogerlər var, hansılar ki, onların fəaliyyəti heç bir əhəmiyyət daşımır. Yəni, tam boşluqdur. Bəli. Bu biraz faciədir. Çünki insanlar, şuurlu insanlar, onlar hardan qidalansınlar? Hamı baxır, misal üçün, türklərin təqdim elədikləri neysə verilişlərə, oradan çalışırlar neysə götürməyə. İndi kim rusca bilir, rusca baxır. Biz özümüz bunu çox zəif təqdim edirik. Bəli. Çox gözəl Sahib bəy. Yəqin Sahib bəyin dediklərinizi mütləq şəkildədir ki, əməl etməlisiniz və təbii ki, mənim özümə də aiddir. Mənə də bəzən enerji lazım olur. Əksəriyyəti deyir ki, siz əsəbi olursunuz və s. Deyirəm, bəli, mən də oluram. Mən də indi insanam da. Təbii ki, başqa kosmosdan gəlməmişəm. Təbii ki, məndə də o var, amma çalışacağam ki, sizin dediklərinizi mütləq şəkildə əməl edim.
Var olun.